Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Biz belə bir sual paylaşmışdıq. Müəllimlərin işə qəbul imtahanı 2026-da düşən sualdır. Filologiya ixtisası üzrə olan suallardan biridir. Taksonomiya bölməsi. Sual belədir, şagirdlərə qısa, qeyri-rəsmi mesaj nümunəsi verilir və belədir mesaj nümunəsi. Salam müəllimə, sabah gələ bilməyəcəm. Nəyi buraxdığımı mənə de. Yəni bu qeyri-rəsmi bir formadadır. Yəni müəllimə müraciət edir ki, mənə bunu de. Sanki bir sinif yoldaşına deyilmiş kimi. Bu mesajı öz sinif mühitinizə uyğun, nəzakətli və rəsmi formada yenidən yazın. Bu testdə ən çox səhv yazılan variantlar A və E variantlarıdır. Yəni anlama və yaratmaq. Nəyə görə yaratmağa ən çox yönəlirlər? Burada yenidən sözünə fokuslanırıq ona görə. Niyə görə anlamaq bunu götürürük? Bir ifadə vasitəsini başqa bir ifadə vasitəsinə keçirmək kimi başa düşürük. Buna biz interpretasiya deyirik, ona bənzəyir, amma deyil. Niyə? Gəlin ona baxaq. Burada bir müraciət artıq var. Salam müəllimə, sabah dərsə gələ bilməyəcəm, nəyi buraxdığımı mənə de. Cümlə belədir və biz bunu düzgün formada eləməliyik. Amma bunun üçün nə etməliyik? Bunun üçün öyrəndiyimiz etiket qaydaları, ünsiyyət qaydaları, sonra qarşılıqlı şəkildə bir-birimizə o necə ki müraciətlərimiz olur, onları bilib, o qaydaları, yəni ünsiyyət qaydalarını bilib, onun vasitəsi ilə bir-birimizlə bu cümləni qurmalıyıq, münasibət qurmalıyıq. Yəni bu cümləyə də məhz uşağın öyrəndiyi həmin o qaydalar ki var, o qaydaların icra etməsi lazımdır. Yəni bu cümləni dəyişib, öyrəndiklərindən istifadə edib yenidən yazacaq. Burada yenidən sözü bizi aldatmasın, çünki burada yeni bir məhsul yaranmış, sadəcə olaraq mövcud cümlə dəyişdirilib fərqli bir formada istifadə olunur. Yəni öyrəndiklərinin əsasında. Bu anlamaq da deyil. Doğru cavabımız burada olmalıdır. Tətbiq etmək mərhələsi. Yəni bu sual imtahan sualı olubdur. Öyrəndiyimizdən istifadə edərək həyata keçirilən bir fəaliyyətdir.